وآل محمد. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات أهل قبرستان والشهداء şehitlerimizden ruhlar şad ve bil Fatiha'te ma'as salavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal mustakîm. Sıratallezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahus samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allah cami şehitlerimize rahmet eylesin. Allah cami kavuşlarına rahmet eylesin. Allah şehit ailelerine sabır bulsun. Allah eylesin. Allah rahmet eylesin. Bugün 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Hüseynov Cavid Natiqoğlu'nun anım günüdür. Şəhadətindən bugün 5 il ötür qəhrəman şəhidimizin. Allah onu şad eləsin, Allah doğmalarına səbir versin. Bizler de her zaman olduğu kimi Tovuz turan şəhid ailələri birliyi olaraq çalışırıq. Şəhidlərimizin ziyarətlərində olaq, onların anım günlərində, özəl günlərində ata-anamızın yanında mənəvi dəstək, mənəvi dayaq olaq. Hər bir şəhidimiz, hər biri bir qəhrəmandır. Onları böyüdən ata-ana, onlara tərbiyə verən valideyn də qəhrəmandır ki, belə bir oğulları bizim üçün, vətən üçün, xalq üçün, azadlığımız üçün, suverenliyimiz üçün fəda veriblər. Allah hər birinə səbir versin. Hər birinə uzun ömür, can sağlığı versin. Allah cümlə Azərbaycan şəhidlərinin ruhunu şad eləsin. Hər birinə bol-bol səbir diləyirəm. Gördüyünüz hər bir Tovuz rayon igidlərinin əmanətləridir. Şəhidlərimizin əzizləri, doğmalarıdır. Biz hər zaman olduğu kimi şəhid ailələri birliyi olaraq bir missiya kimi ilk bu işi icra edirik. Şəhidlərimizin ziyarətində oluruq və bizi kimi də hər bir vətəndaşın borcudur ki, şəhidlərimizin ziyarətində olsun. Oy! İnsanlara dolar sevmezim bile derdi. Biz sevmiş ya Allah. Bir oğlan var. Gelin onu birlikte ağlayalım. Sevmişim öyle öyle. Öyle öyle öyle. Ay Zavil. Adam nece gündüz sana konserler hazırlıyor. Ama bilmir her yaparır. Bu yol yaman ağır yoldu. Bugün Cavid Hüseynov'un anım günüdür. Ben de bugün Cavid Hüseynov'un, şehit Cavid Hüseynov'un anası kimi iştirak edirdim. Yüreğim dolu da bugün bu Cavid'e derttim, söz demeye. Benim balam da Cavid Hüseynov'du, bu da Cavid Hüseynov'du. Bu bugünkün de bu Cavid'e mən anası qurban. Ben bunu öz balama qatıb ağlayıram. Bu demək istəyirəm ki, ay Cavid'dir. Nakam arzularınıza, toysuz ömrünüze, oynamayan komşularınıza,
işinizi. Koy benim yaralı yüreğim kurban. Çok çetindi valla. Belə oğulları hamımız ana kimi ağlamalıyıq, anasız balaları. Bu bir şeydən ərabimin hamısı başda mən olmaqla. Sana qurban ayca. Akşam ömrüne kurban oğlum ayca. Cavit adına, senin de adına kurban oğlum ay balam. Koy beni sana ana oğlum ay balam, ay balam, ay balam. Güzel Cavidim ay balam, ay balam, ay balam. Mekanınız cennet olsun, cennette kavuşursunuz. Deyir uşaqlar deyir bir dənə Cavid Hüseynov var Gədəbəydən. Deyir getdim deyir. Axtardım, tapdım dedim döyüşlərin hamısında bilmirəm. Deyir ki Cavid gəlib deyib ki bizim Cavid. Eşidib ki orada Cavid var. Gəlib axtarıb tapıb ki Tovuzdan burada bir Cavid var. Cavid Hüseynov var mənim adaşımdır. Komandana deyib görüşüb edib gedəndə deyib komandan deyib. Mənim deyib yerimdən müğayət, Cavid Hüseynov müğayət olcuna. Mənim adaşımdır. Sonra həmin Gədəbəydən ulan Cavidlə bizə gəldi ki, biz onları üçümüz bir yerdə olduq yəni ki, o da hərbçidir. İndi balı nə deyim, vallahi 2 gün bundan qabaq özüm Cavidimi ağlamışam, qoy gündə sən ağlayım, ay Cavid. Yarımçıq ömrümə qurban olum, ay Cavid. Anasız canına qurban olum, bir sənə anayıq, ay Cavid. Ruhun şad olsun, ay bala, mekanımız cennet olsun. Siz cennetdesiniz, siz cehennemde yandırırsınız, ay bala. Ruhu şad olsun, mekanımız Allah sabrınızı versin ay sarımcılar. Allah cəm şəhidlərimizə ruhunu şad eləsin. Cavid Hüseynov həqiqətən də fəxrli bir oğul olub. Tovuz rayonunun 2 dənə Cavid Hüseynov var. 2 dənə şəhidi var. İkisi də Cavid Hüseynovdur. İkisi də idmançıdır. Bu Cavidimiz qara kəmər ustası olaraq Azərbaycanın birinci Tovuzumuzun adını həmişə yüksəklərdə saxlayıbdır. Ondan sonra da Azərbaycanımızın adını öz peşəkar idman növündən. O birisi Cavid Hüseynovumuz da yenə həmişə Tovuzumuzun və Azərbaycanın adını yüksəklikdə tutaraq nömrə 1 snaperist olubdur. Ruhu şad olsun cəm şəhidlərimizin. Cavidlərimiz Tovuzda ad qoydular getdilər. Demək olar ki, onları Tovuzda tanımayan gənclərimiz yoxdur, sağlıqlarından belə. Çünki həqiqətən də hər ikisi çox peşəkar bir idman növündən məşğul oldular. Ruhu şad olsun cəm şəhidlərimizin. Bu günlərdə adlarını əbədi olaraq tarixə yazdılar 44 günlük vətən müharibəsində. Biz şəhidlərimizlə fəxr edirik, biz Cavidlərimizlə fəxr edirik. Ruhu şad olsun cəm şəhidlərimizin. Allah səbir versin Natikata. Cavid də digər bir çox şəhidlərimiz kimi tək oğul idi. Çətindir. Natikata üçün çətindir, çünki Natikata bugünkü gün həqiqətən də həyatda bir qız evladı var, qız köçəridir, amma ata tək qalır. Allah səbir versin. Ruhu şad olsun cəm şəhidlərimizin. Allah xalqımızı qorusun. Amin inşallah. Buyur Eşən. Allah Cavidlərimizin yer cənnət ilə, bütün şəhidlərimizin yer cənnət olsun. Valideynlərə də səbir edir. Buyur Hümbət ata. Qurban olaram göz yaşlarım. Allah səbrinizi versin. Allah səbir versin şəhidlərimizə, məqamları olsun, məkanlarda cənnət olsun. Amin inşallah. Buyurun devam edin. Azərbaycan Respublikasının ərazi bütövlüyünün sürün təmin edilməsi uğrunda gedən müharibələrdə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüz, işğal, soykırımı, təmizləmə siyasətinə qarşı 1988-ci illərdən başlayaraq Rusiya Federasiyasının hərbi siyasi dəstəyi ilə, Sovet dövlətinin dəstəyi ilə Azərbaycana qarşı Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinə qarşı döyüşərək
döyüş meydanında qəhrəmanlıq, cəsurluq, igidlik, vətənpərvərlik nümayiş etdirərək ən yüksək zirvəni fəth etmiş, əbədi yaşarlıq zirvəsinə ucalmış və Azərbaycanın tarixinə adları qızıl hərflərlə yazılmış 21-ci əsr tariximizdə hər biri Azərbaycanın milli qəhrəmanı, vətən müharibəsi qəhrəmanı olaraq tariximizə yazılmış hər bir şəhidimizə, o cümlədən bugün il dönümünə toplaşdığımız şəhid Taifondonçu Hüseynov Cavid Natiqoğlu'na Allah rəhmət eləsin, Allah yaxınlarına, atasına can sağlığı, uzun ömür versin, dünyasını dəyişənlərə Allah rəhmət eləsin, ruhları şəhidlərimizin, cəm şəhidlərimizin şad olsun. Həqiqətən hər bir şəhidlik zirvəsini fəth etmiş qəhrəman oğullarımızın, vətən oğullarımızın Azərbaycanın müasir tarixində xüsusi yeri və rol olmuşdur. Ona görə ki, son 200 illik tarixdə Ermənistanın və ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri işğal siyasətinə qarşı, böyük Azərbaycan torpaqları hesabına, böyük Ermənistan yaratmaq ideyasının darbadağın edilməsində Cavid kimi millərlə qəhrəman oğullarımızın, gənclərimizin, qəhrəmanlarımızın xüsusi rolları və yerləri vardır. Və qeyd eləmək lazımdır ki, həqiqətən 21-ci əsrin ilk 10 illiklərində Cavid kimi oğullarımız nəinki qəhrəman ruhda, vətənpərvər ruhda, eyni zamanda sağlam ruhda idmana xüsusi diqqət və qağa göstərərək, idman növlərini məşğul olaraq, güclü idmançı olaraq vətənin müdafiə olunmasında xüsusi xidmətlər göstərmişlər və eyni zamanda müasir Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyev siyasətinin ən layıq tamamçısı Prezident Cənab İlham Əliyevin son 20 ildə həyata keçirdiyi uğurlu məsləhət düşürülmüş daxili və xarici siyasətinə və eyni zamanda gənclərin sağlam ruhda böyüməsinə hesablanmış və düşmən üzərində qələbənin təmin edilməsi hesablanmış siyasətinə dəstək ifadə edərək, eyni zamanda idman sahəsinə göstərdiyi diqqət və qayğısına cavab olaraq idmanla məşğul olmaqla döyüş zonasında əldə etdiyi nailiyyətləri bir daha tətbiq edərək Azərbaycanın 21-ci əsr tarixində yeni bir Azərbaycan yaradılması üçün canlı vətən yolunda qurban vermişdir. Həqiqətən burada da qeyd edildiyi kimi, hörmətli Elvan müəllimin da qeyd elədiyi kimi və eyni zamanda Respublikamızda və dünyada tanınmış, dünyada yarışlarda fəal iştirak eləmiş snaperçi Cavid Hüseynovun ailə üzvlərində qeyd elədiyi kimi, həqiqətən Hüseynovların, Cavidlərin, millərlə Cavidlərimizin və bu cür Cavidlərin qəhrəmanlığı sayəsində Azərbaycan Respublikası dünya miqyasında layiq olduğu yerə dayanmışdır və eyni zamanda ən əsası isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqının başına ucalıq bəxş etmişlər. Yəni, bu ucalığın nəticəsi olaraq Azərbaycan Respublikası dünya miqyasında layiq olduğu yerdə dayanmışdır və dünyanın ən aparıcı dövlətləri tərəfindən yüksək səviyyədə dəstəklənir və müdafiə olunur. O cümlədən beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentinin qarşılanma mərasimlərinə, onun qiymətləndirilməsinə diqqət yetirsək, görərik ki, həqiqətən burada şəhidlərimizin xüsusi xidmətləri olmuşdur ki, Azərbaycan kimi dünyada heç vaxt mövcud olmamış yeni bir Azərbaycan, dünyada 5-dən böyük olan bir Azərbaycan qrup yaratdıqlarına görə dünyada mövcud olan ən böyük dövlətlərin rəhbərləri, prezidentləri Cənab İlham Əliyevi yüksək qiymətləndirir. Eyni zamanda Cənab İlham Əliyev şəxsində Azərbaycan xalqının, onların qəhrəman oğullarının, şəhidlərimizin qəhrəmanlığına xüsusi qiymət verərək və o cümlədə Amerika Birləşmiş Ştatlarının prezidenti Azərbaycan prezidentinə müraciət edərək dünya ölkələrinin qarşısında, dünya ölkələrinin
rəhbərlərin qarşısında qeyd etmişdir ki, Azərbaycan çox güclü dövlətdir. Qorusun, ruhları şad olsun. Bunların hər bir daha qeyd edirəm ki, Azərbaycanın müasir tarixinə milli qəhrəman olaraq, Vətən müharibəsi qəhrəmanı olaraq daxil olmuşdur. Yəni Azərbaycan xalqının, dünya Azərbaycanlılarının, Türk dünyasının tərəqqipərvər bəşəriyyətin tarixinə qəhrəman olaraq, əsl Vətən müharibəsi qəhrəmanı olaraq, Azərbaycanımızın milli qəhrəmanı olaraq daxil olmuşdur. Azərbaycanın milli sərvəti olaraq, neçə ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, daimidir. Şəhərlərimiz də daimidir. Cavid Hüseynov mənim şəhid Rüyal oğlumla çox yaxın idilər, çox dostuydular. Biz Rusiyada yaşayanda həmişə Rüyal istirahətə gələndə burada boksla məşğullardı, orada da boksla məşğullardı. Cavid də taekvondosuydu. İkisi də dostuydular, ikisi də qardaş kimi bir yerdə həmişə idmanlı davam edirdi. Danışmaq çox çətindir. Bizim şəhid atalarına, evlatdan danışmaq çox çətindir. Danışmaq olmur. Amma bir şey var ki, biz qürur duyuruq. Bizi yaşadan nədir? Bizi yaşadan odur ki, bizim balalarımız millətimizin, devlətimizin, xalqımızın yolunda şəhid oldular. Biz anaları, ataları yaşadan odur ki, bizim balalarımız şəhid kimi torpaqların azad olunmasında şəhid oldular. Hər bir şəhidimizin ruhu şad olsun. Amin inşallah. Bütün şəhidlərimizə rəhmət olsun. Cavid balamızın ruhu şad olsun. Bütün şəhid ailələrinə, valideynlərinə, Natiq qardaşımıza səbr arzulayır. Amin inşallah. Allah rəhmət etsin bütün şəhidlərimizə. Qazilərimizə can sağlığı versin. Şəhidlərin ata-anasına səbir versin Allah. Allah sizlərə sağ olsun. Bu işə fəzət. Allah cəmi şəhidlərimizin ruhları şad, məkanları cənnət, məqamları dönürdü. Allah bütün şəhidlərimizin yerini cənnət məkan eləsin. Ruhları şad olsun. Bugün Cavid balamızın 5-ci il dönümüdür. Hər birinizdə öz təşəkkürümü bildirirəm ki, bir şəhid atası kimi mən sizləri görəndə qürurlanıram. Ona görə ki, şəhidinə dəyər verən hər hansı bir xalqın həmişə torpağı, vətəni həmişə yaşayacaq. Ona görə ki, Cavid kimi oğullar bu torpaqların yağ düşmənlərdən işğal olmasında canını fəda elədi. Cavid tək evlad idi. Ata üçün, ana üçün, ana olmasa da Natiq üçün ağırdı. Ona görə ki, Cavid Can, Allah səbrinizi versin ata. Hər birinizin ürəyi yaralıdır, başa düşürük, anlayırıq. Allah səbrinizi versin. Buyur Aydın ata. Bugün biz burada Turan Şəhid Ailələri Birliyi olaraq Cavid balamızın bildirmə mərasimine gəlmişik. Valideynə olan Natiq Allah'tan səbir diləyirəm. Ruhuşlar olsun. Dəyər verib günlər burada vaxtlarını sərf edib gəlib burada Natiq Hasanın dərzinə şərik olanlara hər birinə minnətdaram. Sağ olsunlar ki, dəyər verənlər var. Bu dəyər verənləri görəndə insanlar, valideynlər təsəlli tapır. Həyatda yaşamaq istəyir artıq ki, evladını yaşatsın. Bu evlatlar elə bir evlatlar olublar ki, ülkə batısı İlham Əliyev cənabları çıxışlarına da şübhələrlə deyir ki, bu evlatlar elə bir gənc nəsil yetişdi ki, işğaldan sonra dünyaya gəlmiş gənc nəsildirlər. Bazı gətirdilər ki, onlar Azərbaycanın tarixində olan qara ləkələr hamısını sildirlər. Neçə illərdən bəri işğal olmuş torpaqlardan Qarabağı adlanan hissəmizi azad elədilər, kafirlərdən təmizlədilər. Bugünkü gündə gözəl həyat yaranıb, şərait yaranıb, sülhəmlə ağarmaq şəraitində yaşayırıq, sərbəst yaşayırıq. Heç bir xalqın sözünün də altında qalmamışıq da başımız uzadır, bayrağımız da yüksəkliyə qaldırır.
Belə mərd oğulları olan ölkənin xalqı da həmişə əmin amanlıq içində yaşamalıdır. Onlar canlarını bu şərait üçün verdilər ki, bu şərait yaradılsın, bunu da yaratdılar. Ruhlar şad olsun. Gəlib yad edilənlər var olsunlar ki, yad edirlər. Allah ölkəmizin bu qara buludları ölkəmizin üzərindən uzaqlaşdırsın. Ölkəmizin başçısı Ali Baş Komandanımızı İlham Əliyev cənablarına Allah qorusun, var eləsin. Xalqımıza da xoş firavan həyat, əmin-amanlıq atıl edirəm. Hər bir valideyn evlatlarının xoş günlərini görməyinə arzu edir. Sağ ol. Allah rəhmət eləsin şəhidlərimizə, yerləri cənnət məkanı olsun. Bizim onları yaşatmaq borcumuz. Allah rəhmət eləsin, ruhu şad olsun. Allah ailəsinə, atasına səbir versin. Natiq ata, Allah səbrinizi versin. Həqiqətən çətindir. Tək evladını vətən üçün, dövlət üçün, xalq üçün, bizlər üçün vermək, fəda etmək çətindir. Allah hər birinizə səbir versin. Allah Cavidin adını daşıyan balaca Cavidimizdən ürəyinizi sevindirsin Natiq ata. Ən azından onun yaşaya bilmədiklərini inşallah balaca Cavidimiz yaşasın, sizlər də yaşasın. Allah sizlərə ömür bəxş eləsin. Amin. على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يسبح لله ما في السماوات وما في الأرض الملك القدوس العزيز الحكيم هو الذي بعث في الأميين رسولا منهم يتلو عليهم آياته ويزكيهم ويعلمهم الكتاب والحكمة وإن كانوا من قبل لفي ضلال مبين وآخرين منهم ولروح المرحومين المسطورين المعلومين وبالحق لسورة المباركة الفاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد وآل محمد Allah şəhid qardaşımız Cabit Natiq oğluna rəhmət eləsin, Allah məramını, məqamını uca eləsin, şəhidlər ağası İmam Hüseyin ağa ilə məşhur eləsin inşallah.